Hörmətli həmkarlar, hörmətli qonaqlar, media nümayəndələri hamınızı salamlayıram. Bugün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədən kənar sessiyasının sonuncu iclası keçirilir. Bugünkü iclasda 38 deputat iştirak edir. İclas öz işinə başlamağa səlahiyyətlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, bugün Azərbaycanın müasir dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlanğıcını qoyan əlamətdar bir gündür. 14 iyul 1969-cu il ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə ölkəmizin müstəqil və qüdrətli dövlətçilik təməlləri atıldı. Məhz həmin dövrdə Ulu Öndər tərəfindən formalaşdırılan güclü iqtisadi, hərbi və kadr potensialı, həyata keçirilən məqsədyönlü siyasət 1993-cü ildə dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşən zaman ölkənin xilasında mühüm rol oynadı və Azərbaycanın davamlı tərəqqisinin əsasını qoydu. Qeyd olunub ki, bugün qürurla deyə bilərik ki, ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, dövlətimizin bütün sahələrdə əldə etdiyi uğurlar, Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi, 1969-cu ilin 14 iyulundan ümummilli lider Heydər Əliyevin başlatdığı inkişaf və dövlətçilik strategiyasının uğurlu nəticəsidir. Elə buna görə də 14 iyul Azərbaycan tarixinin əlamətdar günlərindən biri kimi qiymətləndirilir və hər zaman xalqımızın milli yaddaşında xüsusi ehtiramla anılır. Deputatlardan Zeynəb Quliyeva, Aynur Babayeva, Şəhla Əhmədova və Sevinç Həsənova çıxış ediblər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərliyə gəlməsinin milli dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətindən, Naxçıvana qayıdışının ölkəmizin müstəqillik və qurtuluş yolunda həlledici rolundan bəhs edilib, Ulu Öndərin siyasi kursunun prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini qeyd edib. Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ, 3-cü oxunuşda olan Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə bağlı Ali Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Mübariz Bayramov məlumat verib, komitənin rəyini diqqətə çatdırıb, qanun səsə qoyularaq qəbul edilib. Gündəlikdə duran ikinci məsələ, 3-cü oxunuşda olan normativ hüquqi aktlar haqqında Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə bağlı Ali Məclisin Hüquq Siyasəti Komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Ardınca qanun səsə qoyularaq qəbul olunub. Gündəlikdə duran sonuncu məsələ, 3-cü oxunuşda olan Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə bağlı Hüquq Siyasəti Komitəsinin sədri tərəfindən məlumat verilib, komitənin rəyi diqqətə çatdırılıb. Qanun layihəsi ilə bağlı deputatlardan Həbibə Allahverdiyeva və Mahir İsmailov çıxış ediblər. Ardınca qanun səsə qoyularaq qəbul olunduqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bununla da Ali Məclisin növbədənkənar sessiyası başa çatıb.